Novruz Məmmədov səhhətində problem yarandı. Bizim sabiq baş nazirimiz. Desəm ki, mən də eşitmişdim, biraz yekəxanalıq olar, elə xəbər oxuyacağım. Azərbaycan sabiq baş naziri prezidentin xarici siyasət məsələləri üzrə keçmiş köməkçinin Novruz Məmmədovun səhhətində problemlər yaranıb. Təbii ki, istinad edirəm son xəbərə. Son xəbərdə Bakı vaxtı.az istinadən məlumat yayıb və Novruz müəllim açıqlama verib. Özümü nisbətən yaxşı hiss edirəm, vəziyyətim yavaş-yavaş yaxşılaşır. Yaşlılardan, yəni yaşlılıqdan irəli gələn problemlərdir deyə Novruz Məmmədov əlavə edib. Burada düzdür, Novruz müəllimin harada anadan olmasının, dünyaya gəlməsindən yazılır. Novruz müəllim təbii ki, Naxçıvanda, Babək rayonunda, Şıx Mahmud kəndində anadan olub. 1964-cü ildə təhsilinə başa vurub, digər nələr. Əsas odur ki, neçə, gəl baxaq görə, 21 aprel 2018-ci ildə Azərbaycan Respublikasının baş naziri olub və 8 oktyabr 2019-cu ildə bu vəzifədən azad edilib. Novruz müəllim, Allah sizə şəfa versin. Sarı Səfura sizə şəfa diləyir. Çoxlu.